Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün size Qrammatik Aktiv kitabının davamı olarak 15-ci dərsi izah edirəm. 15-ci dərsin mövzusu neqasyon, yəni inkardan bəhs edir. Alman dilində inkar forması necə düzəlir? Alman dilində biz əgər isimləri inkar ediriksə, bu zaman kain inkar əvəzliyindən istifadə edirik. Cümləni belə desək daha doğru olar. Əgər qeyri-müəyyən artikl aynı ilə işlənən isimlər varsa, biz onu kain və kaini ilə inkar edirik. Təbii ki, əgər kişi və orta cinslisə kain, qadındırsa aynı olur kainim. Yəni kain inkar əvəzliyi də cinslərə görə ayrılır və bundan əlavə isə hallanır. Əgər müəyyən artikl, qeyri-müəyyən artiklın hallanmasını əzbər bilirsinizsə, belə deyə bilərəm. Məsəl üçün, bizim qeyri-müəyyən artikl ein, kişi cinsinə necə hallanırdı? Ein, eines, einem, einen. İndi sadəcə qarşısına k hərfini əlavə etməklə biz kain inkar əvəzliyini hallandırmış oluruq kişi cinsində. Kain, kaines, kainim və kainin. İndi isə baxırıq, qadın cinsində olan qeyri-müəyyən artikl necə idi? Aynı, aynıyaq, aynıyaq, aynı. Sadəcə k hərfini əlavə edirik. Olur kayne, kaynıyaq, kaynıyaq, kaynı. Orta cinsdə isə ein, eines, einem, eynidir elə hallanması. Deyəcəyik kain, kaines, kainem, kain. Bu olur bizim kain inkar əvəzliyinin cinslərə görə hallanma forması. Daha sonra nicht inkar əvəzliyi deməli inkar edir feilləri, inkar edir sifətləri, inkar edir zərfləri, inkar edir yerlik əvəzlikləri, işarə əvəzlikləri. Daha sonra inkar edir müəyyən artiklı. Daha sonra inkar edir xüsusi isimləri. Deməli, nicht inkar əvəzliyi feilləri, sifətləri, zərfləri, yerlik, işarə əvəzlikləri, müəyyən artikllar və xüsusi isimləri. Bəzən də, yəni söz önləri ilə işlənən isimləri inkar edir. Yəni qarşısında gəlir yer məqamı olaraq. Gəlin indi kain und nicht, kain və nichtə aid olan nümunələrə baxaq. Məsəl üçün birinci burada nümunəyə baxaq. Deyir, das ist kein Apfel. Bu alma deyil. Das esse ich nicht. Mən onu yemirəm. Yəni bunu yemirəm. Əlindəki sümükdür. Deyir ki, bu təbii ki alma deyil. Das ist kein Apfel. Və deyir ki, das esse ich nicht. Mən bunu yemirəm. İndi baxırıq kain ilə olan nümunələrə. Deyir ki, ich lese kein Buch. Mən kitab oxumuram. Ich lese keine Zeitungen. Mən qəzetlər oxumuram. Cəmdədir, çünki Zeitung en plural şəkilçisi ilə düzəlib. Ich habe keine Zeit. Mənim vaxtım yoxdur. Die Zeit olduğuna görə qadın cinsindədir. Ich habe keine Zeit. Daha sonra deyir, ich habe keinen Hunger. Mən ac deyiləm. Hunger'ın artiklı der olduğuna görə habında nə idi? Özündən sonra akusativ hal tələb edirdi. Kişi cinsində aynen akusativ halıydı. İnkarı olacaqdı kainin. Ich habe keinen Hunger. Mən ac deyiləm. Ich brauche kein Auto. Mənim maşınım yoxdur. Habındı, brauchendı. Məsələn, lesen oxumaq nəyi? Bunlar akusativ təsirli halını tələb edir. İndi baxırıq nicht inkar əvəzliyinə. Az ki dedik. Feilləri, sifətləri, zərfləri inkar edir.
Məsəl üçün deyir ki, ich bin nicht verheiratet. Nichtsiz olsaydı deyəcəkdik təsdiqdə ich bin verheiratet. Mən evliyəm. Verheiratet sein evli olmaq nədir bu? Sifət. Yəni qısası olaraq sifətdir. Ona görə onun qarşısında gəldi və inkar etdi ki, ich bin nicht verheiratet. Mən evliyim deyiləm. Daha sonra ikinci nümunədə deyək ki, deyir ich wohne in Berlin. Mən Berlində yaşayıram. İnkar edəcəksə feildən sonra gəlir. Ich wohne nicht in Berlin. Mən Berlində yaşamıram. Növbəti cümlə deyir ki, ich arbeite bei Lufthansa. Mən Lufthansa Almaniyada hava şirkətdir. Təsdiq olarsa ki, mən Lufthansa'da işləyirəm. İnkar edəriksə ich arbeite nicht bei Lufthansa. Mən Lufthansa'da işləmirəm. Daha sonra deyir ki, ich lese nicht. Mən oxumuram. Ich lese nicht die Bibel. Gördünüz, müəyyən artikellə işlənmiş isimdir. Ona görə nichtdən inkar olundu. Plus oxumağı inkar edilir ki, mən İncil oxumuram. Sonuncu nümunədə ich lese nicht das Buch. Mən kitab oxumuram. Nə etdik? Nicht inkar əvəzliyi ilə feilləri, ondan sonra sifətləri və müəyyən artikl ilə işlənmiş ismi inkar etdik. Kein steht nur vor einem Nomen. Kein yalnız ismin qarşısında dayanır durur. Kein ist ein Artikel. Ein Buch, kein Buch. Ein dickes Buch, kein dickes Buch. Kitap, kitap değil. Qalın kitap değil. Burada dik ise sifətin hallanmasına aid bir mövzudur. Nə oldu? Deməli, qalın kitabı inkar etdik. İndi baxırıq digər andere Negationswörter, yəni digər negativ sözlərə, inkar əvəzliklərinə. Var, ni və yaxud da niemals. Bu iki inkar əvəzliyi heç vaxt deməkdir. Ondan sonra var niemand. Bu heç kim deməkdir. Sadəcə heç kim. Ondan sonra niemand inkar əvəzliyi də həmçinin dativ akusativ forması daha çox istifadə olunur. Niemand heç kim. Niemandem heç kimə. Niemanden heç kimi. Yəni niemand inkar əvəzliyi heç kimdə bu şəkildə hallana bilir. Daha sonra var nichts. Bax, bir dənə s-lə fərqlənir. Olur heç nə. Daha sonra isə o isə bu siz mənasını verir. Yəni kitabsız, eynəksiz, paltarsız. Akusativ halını tələb edən prepozisyondur, yəni söz önüdür. İndi burada görürsünüz plus, minus, yəni pozitiv bir tərəf, digər isə artıq negativ inkar eləyir. Məsəl üçün deyir ki, ich esse immer zu Mittag. Mən həmişə günorta yemək yeyirəm. İkinci tərəfdə isə deyir, ich esse nie zu Mittag. Mən heç vaxt günorta yemirəm. Bu inkar əvəzlikləri Azərbaycan dilinə tərcümə olunduqda bizdə iki elə bir inkar əmələ gəlir. Məsəl üçün deyirəm ki, mən heç vaxt bir var heç vaxt inkar əvəzliyi. O həmən niemals. Bir də feilimizə inkarlıq şəkilçisi əlavə edib deyirik ki, mən heç vaxtı yemirəm. Ich esse nie. Mən heç vaxt yemirəm. Essen yemək feilini inkar edir.
Daha sonra deyir ki, auf der Party kenne ich alle. Partidəki, şənlikdə mən hamını tanıyıram. İndi deyir ki, ich kenne niemand auf der Party. Mən şənlikdə heç kimi tanımıram. Nə oldu? Niemand, heç kim. Kennen feilində neynədi? İnkara çevirdi. Mən şənlikdə heç kimi tanımıram. Daha sonra növbəti cümlədə deyir, isst du etwas? Isst du alles? Nəsə yeyirsən? Hər şey yeyirsən? Deyir ki, ich esse nichts. Mən heç nə yemirəm. Bizim nichts, heç nə inkar əvəzliyimiz feili də avtomatik olaraq inkarlaşdırır. Ich esse nichts. Mən heç nə yemirəm. Növbəti sualda deyir ki, kannst du nur mit Brille lesen? Sən yalnız eynəklə oxuya bilirsən. Deyir ki, ich kann ohne Brille lesen. Mən eynəksiz oxuya bilirəm. Növbəti cümlədə warst du schon mal in Paris? Sən indiyədək Parisdə olmamısan? Nein, ich war noch nicht in Paris. Xeyr, mən indiyədək Parisdə olmamışam. Ich war noch nie in Frankreich. Mən hələ Fransada, heç vaxt Fransada olmamışam. Növbəti sualda deyir ki, hast du noch Hunger? Hələ acsan? Nein, ich habe keinen Hunger mehr. Xeyr, mən daha ac deyiləm. Liebst du Thomas noch? Sən hələ də Thomas'ı sevirsən? Nein, ich liebe ihn nicht mehr. Xeyr, mən onu daha sevmirəm. Gördüyünüz kimi bunlar oldu bizim inkar əvəzliklərinin qrammatik izahları. Bu mövzuların əvəzlik bölməsində inkar əvəzliklər başlığı ilə izah edib paylaşmışam. İstəsəniz yenidən o mövzulara baxa bilərsiniz. İndi isə keçən dərslərimizdə olduğu kimi hər çalışmadan sizə 1-2 nümunəni izah edəcəm. Daha sonra siz qrammatik mövzunu öyrənib yaxşıca başa düşdükdən sonra çalışmalara göz gəzdirəcəksiniz. Bilmədiyiniz sözlər varsa mütləq şəkildə çıxardın, öyrənin. Daha sonra isə çalışmaları işlənməyə başlayın. Çalışmaları bitirdikdən sonra bildiyiniz kimi arxasında cavabları var, oradan yoxlayarsınız. Səhviniz olmasa əla, deməli düzgün başa düşmüsünüz. Yox, səhviniz olarsa isə videoya axıra dək baxarsınız. Məsəl üçün, deyir, schreiben Sie Sätze mit, nicht oder kein. Birinci çalışmada deyir ki, cümlələri nicht və yaxud da kein ilə yazın. Artıq qaydaları öyrənmişik. Bilirik ki, nicht harda işlənir, kein harda işlənir. Təbii ki, 1-dən 9-a qədər bizə təsdiq cümlələri verilib. İndi biz bunları inkar etməliyik. Birinci nümunədə deyir ki, ich komme aus Sri Lanka. Mən Sri Lankadanam, oralıyam, oradan gəlirəm. İndi inkar edib demək istəyirik ki, ich komme nicht aus Sri Lanka. Mən Şri Lankadan gəlmirəm və yaxud oralım deyiləm. Nə etdik? İnkar etdik. Daha sonra buradan 8-cini izah edə bilərəm. Deyir, ich kaufe Brot. Mən çörək alıram. Artıq cümlədə isim var. Ona görə də ismi inkar edib deyəcəyik ki, ich kaufe kein Brot. Mən çörək almıram. Mütləq şəkildə cümlələrdə sifətləri, feilləri, isimləri tanımalısınız ki, nicht yoxsa kein mi yazılmalıdır biləsiniz. İndi baxırıq ikinci çalışmaya. Deyir, was passt zusammen kombinieren Sie. Nə uyğunlaşır? Əlaqələndirin. Məsəl üçün, das ist verilib, keinen, nicht, keinen. Hər birini oxuyuruq, daha sonra artıq inkar əvəzliklərimizi bilirik. Daha sonra keçirik, ikinci tərəf oxuyuruq. Və baxdıq, təxmini artıq uyğunlaşdıra bilirik. Məsəl üçün, das ist, baxırıq ki, burada das ist eine Katze. Deməli, uyğunlaşdırıb deyəcəyik ki, das ist kein Hund.
Bu it değil. Das ist eine Katze. Bu pişikdir. Məsəl üçün uşaqdır, pişik görüb deyir ki, das ist ein Hund. Məsəl üçün deyir ki, das ist ein Hund. Bu bir ittir. O da deyir ki, nein, das ist kein Hund. Hayır, bu it değil. Das ist eine Katze. Bu bir pişikdir. Ne etdik? Yəni bizim it değil. Baxırıq üçüncü çalışmaya. Kein Mittagessen, ergänzen Sie nicht oder kein. Günorta yeməyi yoxdur. Cümlələri, yəni bu boşluqlara biz nicht oder kein inkar əvəzliyi ilə tamamlamalıyıq. Mətn şəklində olduğu üçün məntiqi olaraq təbii ki oxuyuruq, mənasını başa düşürük, nicht və yaxud da kein-dən istifadə edirik. Diyaloq Frau Paul, Frau Schmidt, yəni xanım Paul və xanım Schmidt arasında baş verir. Baxaq görək nə deyir? Hallo Frau Schmidt, gehen Sie in die Kantine mit? Salam xanım Schmidt. Siz yeməkxanaya gedirsinizmi? Gehen, birlikdə getmək mənasında. Nein, tut mir leid. Xeyr, təəssüf edirəm. Ich kann mitkommen. Təbii ki, bu təsdiq cümlədə deyir ki, bəli, mən gedə bilərəm. Artıq neynirik? İnkar edirik ki, mən gedə bilmirəm. Ona görə də feili inkar ediriksə, əlbəttə ki, nicht inkar əvəzliyindən istifadə edirik. Daha sonra ich habe Zeit und ich habe auch Hunger. Təsdiq cümlə olsaydı, vaxtım var və həmçinin acam. İndi bunu inkarda deyirik. Vaxtım yoxdur və həmçinin ac deyiləm. Deməli, Zeit var, Hunger var. Deməli, nədir? İsmi inkar etməkdir. Die Zeit olduğuna görə bunun girmə. Deməli, videonun təəssüfləri olsun ki, bəzi məqamlarını izah etmişəm. Ancaq telefonun yaddaşı dolduğu üçün video kəsilib. İndi isə yenidən qaldığım yerdən harda qalmışdıq, oradan davam etmək istəyirəm. Deməli, die Zeit qadın cinsli isimdir. Bunun qeyri-müəyyən artikli olur aynı. Plus, haben plus akuzativ olduğuna görə biz aynənin akuzativ formasını demiş oluruq. Daha sonra Hunger, der Hunger olduğuna görə, yəni kişi cinsli isim olduğuna görə qeyri-müəyyən artikli olur ein. Ein akuzativdə olur einen. Bunun da inkarı olur keinen. Bunun ise inkarı olur keine. İndi deyir ki, ich habe keine Zeit und ich habe auch keinen Hunger. Mənim vaxtım yoxdur və həmçinin ac deyiləm. Eynən bu şəkildə boşluqlara, mütləq isimlərə, sifətlərə, feillərə diqqət yetirərək yazmalısınız. İndi baxırıq dördüncü çalışmaya. Dördüncü çalışmada deyir ki, Herr Positiv und Herr Negativ schreiben Sie Sätze mit Negationswörtern. Cənab pozitiv, cənab negativ. Yəni cümlələri biz hansı ki qara hərflərlə verilmişləri inkara çevirib yazmalıyıq. Məsəl üçün birinci nümunədə deyir ki, ich bin noch jung. Mən hələ gəncəm. Negativdə isə deyir ki, ich bin nicht mehr jung. Mən daha gənc deyiləm. Nə idi? İnkar etdi Jung'u, gənc sifətini inkar etdi. İndi ikinci nümunədə deyir ki, ich habe noch Energie. Mənim hələ enerjim var. Enerji deməkdir. İndi deyəcəyik ki, biz bunu inkar edərək. Ich habe die Energie olduğuna görə keine Energie mehr. Mənim daha enerjim yoxdur. Eynən bu qaydada cümlədə mütləq sifət varmı, ismi mi inkar edirik, sifəti mi, feili mi? Nə etməliyik? Nicht oder kein. Nichts, niemanden ilə də ola bilər ki, ni. Yəni, burada bir dənə demir ki, misal üçün, nicht-lə inkar elə və yaxud kein-lə inkar elə deyir ki, negationswörtern, yəni bizim keçdiyimiz inkar sözlərdən, inkar əvəzliklərdən istifadə edərək inkar et. İndi baxırıq 5-ci çalışmada. Görək nə deyir? Negieren Sie, yəni inkar edin. Bizim cümlələrimiz burada. Keçmiş zamanı da ait cümlələr var.
Ona göre IQ seviyesindədir. Xanım überhaupt və xanım Niederfeld arasında olan bir diyaloqdur. Baxaq görək nə deyir. Waren Sie schon mal in Tokyo? Siz artıq Tokyoda olmusunuz? O da cavab verir ki, Nein, ich war in Japan. Bu nədir? Təsdiq cümlədir. Deyir, mən Yaponiyadayam, amma idim. Yaponiyadaydım. İndi biz bunu inkar edib deyiriksə ki, mən heç vaxt Yaponiyada olmamışam, indiyə qədər olmamışam. O zaman heç vaxt indiyə qədər noch nie inkar əvəzliyindən istifadə edə bilərik. Nein, ich war noch nie in Japan. Und Sie, xeyr, mən indiyədək Yaponiyada olmamışam. Bəs siz? Frau überhaupt da deyir ki, ich war schon oft da. Bəli, mən artıq tez-tez, yəni bəli, mən tez-tez olardım. Wir fahren immer nach Japan. Biz həmişə Yaponiyaya gedirik. Həmişə. Həmişənin negativi qarşılığı heç vaxt. Ich fahre nie ins Ausland. Mən heç vaxt xaricə getmirəm. İndi misal üçün deyir ki, aber alle fahren ins Ausland. Amma hər kəs xaricə gedir. Artıq biz hər kəsin antonimi nədirsə, yəni heç kim inkar əvəzliyindən istifadə etməliyik. Hər şey, məsələn, heç nə. Noch ola bilər, keine, ki və s. Yəni biz burada altından xətt çəkilmiş sözlərin antonimini, inkarını deyib yazmalıyıq və bu qədər. Yəni çalışmaların izahı bu qədər. Sizə uğurlar. Çalışmanı qeyd etdiyim kimi yazıb qurtarandan sonra cavabları arxada var. Oradan yoxlayarsınız. Əgər səhviniz olarsa videoya sona dək baxarsınız. Çünki axıra qədər izah eləyəcəm. Yox, səhviniz yoxdursa, onda əla. Deməli, düzgün şəkildə başa düşmüsünüz. İndi isə birinci çalışmaya baxırıq. Vaxta qənaət etmək üçün cavabları artıq yazmışam. Cavablar üzərindən izahlar edək. Cavablar üzərindən izah edim. Üçüncü nümunədə deyirdik ki, ich wohne in Köln. Mən Kölndə yaşayıram. İndi biz feilimizi inkar edib deyirik ki, mən Kölndə yaşamıram. Onda nicht nədir? Feildən sonra gəlməli idi. Ich wohne nicht in Köln. Mən Kölndə yaşamıram. Və yaxud da ki, dediyim kimi qeyd etmişdim ki, söz önlərində qarşısında gəlir nicht inkar əvəzliyi. Mən Kölndə yaşamıram. Nicht in Köln. Dördüncü nümunədə isə deyir ki, ich bin verheiratet. Mən evliyəm. Verheiratet nədir? Sifətdir. İndi sifəti inkar edib deyirik ki, ich bin nicht verheiratet. Mən evliyim deyiləm. Beşinci nümunədə deyir ki, ich habe Kinder. Mənim uşaqlarım var. Uşaqlar sözü isim olduğuna görə mənim uşaqlarım yoxdur deməkdən ötürü keinedən istifadə edirik. Ich habe keine Kinder. Kinder uşaqlar cəmdədir. Bu cəmə görə təsriflənib. Ich habe keine Kinder. Daha sonra 6-cı nümunədə deyir ki, das sind meine Kinder. Bunlar mənim uşaqlarımdır. İndi inkar edib deyirik ki, bunlar mənim uşaqlarım deyil. Yəlik əvəzliyini inkar ediriksə, nichtdən istifadə edirik. Das sind nicht meine Kinder. Bunlar mənim uşaqlarım deyil. 7-də Sie haben Hunger. Onlar acdırlar və yaxud nəzakət formasında siz acsınız. Əgər inkarda demək istəyiriksə ki, siz ac deyilsiniz və yaxud onlar ac deyirlər. Hunger yuxarıda qeyd etmişdik. Deməli, 3-cü çalışmada qeyd etmişdik. Hunger olduğuna görə biz kişi cinsinə akusativdə den Hunger, einen Hunger. İndi keinen inkar etdiyimizə görə Sie haben keinen Hunger. Onlar ac deyirlər və yaxud da ki, siz ac deyilsiniz. 9-cu nümunədə isə yenə ich bin glücklich, mən xoşbəxtəm. Glücklich, xoşbəxt sözü sifətdir. Sifəti inkar edib deyirik ki, mən xoşbəxt deyiləm. Ich bin nicht glücklich. Nə oldu? Nicht sifətdən əvvəl, feildən
sonra gəldi. Bu olur bizim birinci çalışmanın izahı. İndi baxırıq sizlə ikinci çalışmanın cavablarına. Vaxta qənaət etmək üçün yazmışam. İndi yazdığım cavablar üzərindən izahlar verim. Məsəl üçün biz burada verilmiş Sie hat kann wir gehen ich kaufe. Daha sonra digər tərəflə misal üçün hansı uyğun gələ bilər? Ən azı təsdiqdə olaraq yaza bilərdik. Daha sonra yazdığımız təsdiq cümlələrini inkar edə bilərdik. Məsəl üçün belə bir cümlə Sie hat deyək, Lust zu kochen, gehen wir ins Restaurant. İndi təbii ki, inkar olduğuna görə təsdiqdə versə mənası olub. Birinci tərəfdən deyir, onun yemək bişirməyə həvəsi var. Amma inkar edib deyəndə ki, onun yemək bişirməyə həvəsi yoxdur. Die Lust olduğuna görə keine Lust olur. Sie hat keine Lust zu kochen. Onun yemək bişirməyə həvəsi yoxdur. Gehen wir ins Restaurant. Biz restorana gedirik. Üçüncü, yenə misal üçün Sie hat Freund, sie ist immer allein. Görürsünüz, ikinci tərəf deyir ki, sie ist immer allein. Yəni o həmişə tənhadır. Deməli, bunun əvvəli də sie hatla başlamalıdır. Və deyir ki, sie hat keinen Freund, onun dostu yoxdur. Sie ist immer allein. O həmişə təkdir. Der Freund olduğuna görə kişi cinsli isimdir. Ona görə keinen Freund ismi inkar etdik. Akusativ halında olur. Çünki haben plus akusativdir. Keinen Freund. Və yaxud yenə Kinder var. Sie hat keine Kinder. Onun uşaqları yoxdur. Daha sonra kann nicht kochen. O yemək bişirə bilmir. Artıq fiili inkar edirik. 6-cı cümlədə isə wir gehen nicht ins Kino. Biz kinoteatra getmirik. Nədir? Getməyi, gehen fiilini inkar etdik və ya kinoteatra sözünü ilə işlənmiş ismin qarşısında nicht gəldi. Wir gehen nicht ins Kino. Ən sonuncu isə ich kaufe diese Schuhe. Məsələn, mən bu ayaqqabıları alıram. İkinci tərəfə baxmadan təsdiqdir. İndi deyəndə ki, mən bu ayaqqabıları almıram. Ich kaufe nicht diese Schuhe. Çünki qeyd etmişdi işarə əvəzliklərdir, yerlik əvəzliklərdir. İnkar edəndə nihtdən istifadə edirik və feildə əlbəttə ki, inkar ediriksə nihtdən istifadə edirik. Ich kaufe nicht diese Schuhe, die anderen sind schöner. Mən bu ayaqqabıları almıram, digərləri daha gözəldir. Bu da bizim ikinci çalışmamızın izahı. İndi baxırıq üçüncü çalışmanın davamına. Deməli, biz qalmışdıq növbəti cümlədə sehen wir uns später bei dem Meeting. Deyir, biz daha sonra görüşdə görüşə bilərik, yəni bir-birimizi görə bilərik. Deyir ki, nein, das geht nicht. Xeyr, bu uyğun deyil. Bu alınmır. Ich arbeite nicht in dem Projekt. Mən bu layihədə işləmirəm. Sehen Sie Herrn Mayer. Siz cənab Mayer'i görürsünüz. Burada artıq hər iki cümlədə biz nə etdik? Fiilləri inkar etmiş olduq. Növbəti cümlədə Herr Mayer arbeitet nicht in unserer Abteilung. Yenə arbeitet işləmək fiilini inkar edirik ki, cənab Mayer bizim şöbəmizdə işləmir. Ich treffe ihn nicht. Mən onu görmürəm. Nədir? Yenə fiilimizi inkar etdi. Daha sonra deyir ki, sehen wir uns morgen in der Mittagspause. Sabahların biz yemək günorta fasiləsində görürükmü? Frau Schmidt də deyir ki, morgen mache ich keine Pause. Mən sabah fasilə etmirəm, weil ich zurzeit keine Sekretärin habe. Çünki mənim hal-hazırda katibəm yoxdur. Pause, die Pause, sekreterin qadın cinsli isim bildirin peşədir, katibə di. Ona görə keine və keine isimləri inkar etdik. Ich kann 2 Wochen mittags nicht essen gehen. Mən 2 həftə günorta yemək yeməyə gedə bilmərəm. Nicht inkar elədik. Fiilimizi, ən əsası modal fiilimizi inkar etdik ki, yemək yeməyə gedə bilmərəm. Daha sonra deyir ki, bringen Sie sich Essen von zu Hause mit.
evdən yemək gətirirsiniz, yəni özünüzlə yemək gətirirsiniz. Frau Schmidt deyir ki, nein, ich habe keine Lust. Bayaq qeyd etmişdik. Die Lust, Lust haben, həvəsi olmaq. Mənim yemək bişirməyə, nəsə bişirməyə həvəsim yoxdur. Und Sandwich schmecken mir nicht. Və sandviçlər yaxşı dadmır. Nə etdik? Schmecken dadmaq feilini inkar etdik. Daha sonra növbəti cümlədə deyir ki, ich esse keine Süßigkeiten. Die Süßigkeiten. Süßigkeit şirniyyatdır. En cəm şəkilsini qəbul edərək cəmlənib olub Süßigkeiten şirniyyatlar. Deyir ki, ich esse keine Süßigkeiten. Mən şirniyyatlar yemirəm. Und kein Fast Food. Və fast food da yemirəm. Ich habe schon 3 Kilogramm abgenommen. Mən artıq 3 kiloqram çəki atmışam. Apne mən arıqlamaq, çəki atmaq feilidir. Bu cümlə perfekt, yəni mürəkkəb keçmiş zamana aiddir. Bilmirsinizsə normaldır, heç bir şey olmaz. Növbəti dərslərdə əlbəttə öyrənəcəksiniz. Digər nümunədə isə deyir ki, ich möchte auch nicht zunehmen. Mən də həmçinin zunehmen isə çəki almaqdır. Çəki almaq istəmirəm. Nədir? Möchten feilini inkar etmiş olduq. Das Essen in der Kantine ist auch nicht gesund. Yeməkxanadakı yemək həmçinin sağlam deyil. Nədir? Gesund. Biz sifəti inkar etdik. Nicht und macht dik və kökəldir, kök edir. Dik, kök deməkdir. O da deyir ki, Sie sind schlank, siz arıqsınız. Sie müssen keine Angst haben. Siz qorxmamalısınız. Die Angst haben, qorxusu olmaq kimi tərcümə olunur. Təbii ki, artıq die olduğuna görə biz kaynedən istifadə etdik. Dedik ki, siz qorxmamalısınız. İndi isə baxırıq 4-cü çalışmanın davamına. Qara hərflərlə verilmiş sözləri biz antonimini yazmalıydıq. 3-də deyir ki, ich bin immer glücklich. Mən həmişə xoşbəxtəm. Həmişənin inkarı nədir? Heç vaxt. Ich bin nie glücklich. Mən heç vaxt xoşbəxt deyiləm. 4-də deyir ki, ich finde alles wunderbar. Mən hər şeyi əla hesab edirəm. Hər şeyin antonimi nədir? Heç nə. Ich finde nichts wunderbar. Mən heç nəyi əla hesab etmirəm. 5-də deyir ki, ich liebe alle. Mən hər kəsi sevirəm. Hər kəsin antonimi nədir? Heç kim. Ich liebe niemand oder niemanden. Niemand, heç kim inkar əvəzliyi də hallana bilir. Yəni bəzi hallarda niemand akusasiya formasını, bəzən isə niemanden olaraq görə bilərsiniz ki, mən heç kimi sevmirəm. 6-da ich war schon oft im Urlaub. Mən tez-tez məzuniyyətdə idim. Nə olur inkarı? Mən heç vaxt məzuniyyətdə olmamışam. Ich war noch nie im Urlaub. 7-də ich nehme alles mit Humor. Mən hər şeyi zarafatla qəbul edirəm. Zarafatla götürürəm. 7-də isə hər şey heç nəyi. Ich nehme nichts mit Humor. Mən heç nəyi zarafatla götürmürəm, zarafatla qəbul etmirəm şəklində oldu. İndi isə baxırıq sonuncu çalışmamıza. Burada isə deyir, aber alle fahren ins Ausland. Amma hər kəs xaricə gedir. Alle nədir? Hamı. İndi biz bunun əksini deməliyik, heç kim. Alle fahren ins Ausland. Hər kəs xaricə gedir. Nein, niemand fährt ins Ausland. Heç kim xaricə getmir. Hier in Deutschland gibt es doch alles. Berge, Meer, Städte. Burada Almanya'da hər şey var. Dağlar, dəniz, şəhərlər. O da deyir ki, nein, hier gibt es nichts. Xeyr, burada heç nə yoxdur. Kein Sushi, keinen Fuji, keine Kimonos. Herr Ober, gibt es noch Suppe? Deyir ki, burada heç nə yoxdur, sushi yoxdur, kimonolar yoxdur. Cənab Ömer, gibt es noch Suppe? Yəni əlavə də sup var, yəni yenə sup var. O da deyir ki, nein, wir haben leider keine Suppe mehr.
Xeyr, təəssüf ki, bizim daha supumuz yoxdur. O da deyir ki, aber wir haben Salat mit Eiern und ohne Eier. Mit ilə lalədir, yəni yumurtalı, yumurtasız. Həmən sözdə ohnedir. Amma bizimdir yumurtalı və yaxud da yumurtasız salatlarımız var. O da deyir ki, sehen Sie, hier gibt es nichts. Baxın, burada heç nə yoxdur. Və bununla da biz artıq 15-ci dərsi bitirdik. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.